Bu dərsimizdə sizinlə Office paketini yükləməyi öyrənəcəyik. Daxil oluruq ilk növbədə bu linkə. Mən bu linki sizə videonun aşağısında təqdim etmişəm. Oradan götürərsiniz. Daxil oluruq buradan skачать düyməsini basırıq və ofisimiz yüklənir. Ofisimiz yükləndikdən sonra açırıq həmən papkanı. Buradan Setup X faylı var. Onu basırıq. Buradan Customize seçin. Hansı proqramlar bizə lazım deyilsə, onun üzərində Not Available seçirik. Sizə hansılar lazımdır onu saxlayın. Adətən sizə lazım olan proqramlar Excel-dir, PowerPoint-dir və Word-dir. Qalan hamısını deaktiv eləyə bilərsiniz. Və bu düyməyə basırıq. Install Now. Yükləməni gözləmək lazımdır. Yükləmə bitdikdən sonra bizə Рабочий stolda onların ikonkası çıxmayacaq. Biz özümüz tapıb çıxartmalıyıq. Proqram yükləndikdən sonra belə bir pəncərə açılacaq. Close basırıq və onun ikonkalarını Рабочий stola gətirmək üçün daxil oluruq This PC, C diskinə, oradan Program Files, buradan Microsoft Office proqramına daxil oluruq. Office 15. Buradan axtarıb tapırıq WinWord. Üzərində sağ düyməni basıb açırıq Рабочий stola. Düşdü. Sonra PowerPoint-i tapırıq. Onu da üzərindən sağ düyməni klik edib atırıq Рабочий stola. Və sonunda Excel tapırıq, atırıq onu da Рабочий stola. Və Office proqramının yüklənməsi bitdi. Və zəhmət olmasa bizim səhifəmizi dəstəkləyin və bəyənin. Çox sağ olun.